Dostlar salam. Bu videoda sizə Redmi-nin yeni powerbankını zarafat edirəm. Redmi 15 smartfonunu təqdim edirəm. Niyə powerbank dedim? Çünki bu cihazın bataryası 7000 mAh-dır. Yəni batarya tutumu çoxdur. Qutu açımı ilə başlayım. İçərisində silikon qara kablosu və sim yuvanı açmaq üçün lazım olan iynə. Bu smartfonumuz titan qrey rəngdə, altında ağ rəngi USB naqil və 33 W'lıq sürətlə yığan adapter başlığı qutu içəriyindən çıxır. Redmi 15-in önündə təş kamera və qulaq spikeri, sağında səs və güc düymələri, barmaq izi güc düyməsindədir. Altında spiker, Type-C giriş və mikrofon, solunda sim və yaddaş kartı yuvası, arxasında 3 yer görsənsə də 2 kamera və tək flash işıq yerləşdirilib. Kənarları və çərçivəsi plastik materialdandır. 3 rəng seçimində satışa çıxarılıb. Ekran 6.9 inç Full HD Plus 144 Hzlik TFT LCD paneldən ibarətdir. Smartfonun ölçülərini və çəkisini qeyd etmişəm. Böyük olduğundan əldə rahat oturmur. Xiaomi Redmi 15 modelinin sistemi Android 15, arayüzü isə HyperOS 2.0'dır. Parametrinə ətraflı buradan baxa bilirsiniz. Snapdragon 685 chipseti ilə gəlir. Cihazda NFC və ekran TV-yə hava ilə ötürmə özəlliyi var. Ekran herzini buradan qaldırırsınız. Və ilk dəfə olaraq bu segmentdə 144 Hz dəstəkləyən smartfon görürəm. Cihazda üz və barmaq izi kilidi mövcuddur. Barmaq izi fizkidir və sağ düymədədir. Tətbiqlərdə əks proqramları dəstəklədiyini görürük. Əlavə tənzimləmələrdə yaddaş uzanıcısını, yəni RAM-ı 8 GB kimi qaldıra bilirsiniz. Təəssüf ki, ikinci sahə özəlliyi yoxdur. Bu özəllik Note modellərindən başlayır. Kamerada geniş bucaq çəkilişi yoxdur. Yalnız bir çəkiliş və portret çəkiliş üçün dərinlik kamerası var. Makro çəkiliş də bu cihazda yer almır. Video çəkiliş ön və arxa üçün Full HD 30 FPS-dir. Ekran toxunuşunu yoxlayarkən xətalarla üzləşdim. Sensorda donmalar var idi. Bəlkə də tətbiq bu cihazı dəstəkləmirdi. Cəmi 7 barmaq toxunuşunu qəbul etdi. Sensorlar olaraq akselerometr, işıq sensoru, kompas və yaxınlaşmanı dəstəkləyir. Yaxınlaşma sensoru yaxşıdır, artıq jest ilə gəlmir. Jiroskop dəstəyi yoxdur. Antutu benchmark nəticəsi ortadır. Keçək cihazın performansına. Batareya 42%'dir. 10 dəqiqəni qoşub PUBG-yə daxil oluram. Redmi 15 gücünü 8 nüvəli Snapdragon 685 chipsetindən alır və videoqrafik yaddaş Adreno 610'dur. PUBG oyunu aşağı qrafikdə 45, orta qrafikdə 30 FPS-i dəstəkləyir. Oyun üçün aşağı göstəricidir. RAM 6-8 GB, daxili yaddaş isə 128 və 256 GB ilə gəlir. Batareya həcmi 7000 mAh-dır. 33 Watt sürətli şarjı dəstəkləyir. Oyun təcrübəmi izləyə bilərsiniz.
10 dəqiqə tamamdır və cəmi 2% batarya sərf etdi. Yaxşı nəticədir. Redmi 15-in əsas kamerası 50, dərinliyi 2, ön isə 8 megapikseldir. Çəkilən nümunə şəkil və videolara baxa bilərsiniz. Redmi 15 modelində video çəkiliş zamanı səs yazmaq bu cür yazılır və video yaxınlaşması 6 dəfədir. Redmi 15 haqqında bu qədər. Cihaz sırf batarya tərəfindən önə çıxır. Daha çox istifadə müddəti verir. Qiymətini tarixə görə qeyd etmişəm. Növbəti videolarda görüşənədək.